Değerli izleyiciler, salamlayıram sizin her birinizi. Yeni günde, yeni bir gözəl şəxsi tikli, 3 otaqlı, kupçalı həyət evi. Təqdimata başlayırıq sizlərə üçün ən birinci gözəl qonaq otağımızdan. Dəyərli dostlar, Xırdalan şəhərində mərkəzi yola və məktəbə, 7 saylı orta məktəbə yaxın bir ərazidə gözəl bir 3 otaqlı həyət ev təqdim edirəm. Evimiz qoşadaşla inşa edilib. Yerdən 7 daş kürsülüdür. İdeal təmirli, şəxsi özünə məxsus gözəl təmir olunub. Görürsünüz, kifayət qədər ölçüsü böyük olan qonaq otağımızı. Döşəməmiz parketdir. Əsas evimizin giriş qapı hissəsidir. Baxın, əsas girişdən daxil olarkən belə bir burada zal studiya tipli, yəni qonaq otağını təqdim eləmişəm, zal studiya tipli belə bir geniş alanda gözəl bir mətbəx alanı yaradılıb. Mətbəx mebeli, kombi qalacaq evin içərisində. Kifayət qədər ölçüsü böyük və gözəldir. Həyətinə avtomobil rahatlıqla daxil olur və kifayət qədər də geniş əyləşmək üçün yeri qalır. Baxın, ümumi sanuzelimiz burada. Belə bir ümumi sanitar qovşağımız var. Bir daha təqdimat edirəm sizlərə. Sənət kupçadır. Böyük yataq otağımız. Normal qaydada, normal genişlikdə, gözəl əla təmiri olan böyük yataq otağımız var. Pəncərələr dəmir barmaqlı raşitkaları quraşdırılıb. Çox gözəl təmir olunub. Təmirinə bahalı materiallardan istifadə olunub. Dəyərli dostlar, qiymətini sizlərə açıqlayıram. Əlbəttə zəhmətimizə. Qiyməti 80.000 manat deyir əmlak sahibi. Real alıcı ilə az bir miqdarda endirim nəzərdə tutulub. Növbəti yataq otağımızı dəyərli dostlar görürsünüz. Evimizin bir daha qiymətini təqdim edeyim sizlərə. 80.000 manata satışa çıxıb. Real alıcı ilə qiymətində danışıq yeri var. Ətraflı məlumat üçün 070 893 99 nömrəsi əlaqə saxlayın. Çıxaq indi isə evimizin həyətinə. Bura həyət qismidir. Görürsünüz. Yerdən kürsülü. Baxın, yerdən kürsülü. Evimizin zəhmət olmasa İbrahim, bir dənə o tərəfdən də belə çək. Həyətimizin yarısı navesdir. Navesin böyür hissəsi isə açıqlıqdır. Görürsünüz, bax, kombimiz burada. Yerdən kürsülü 1, 2, 3, 4, 5, ikisi də doldurulub 7 daş. Mərkəzi kanalizasiya sistemidir. Dəyərli izləyicilər, vaxtınızı bizə ayırıb, bizi izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.